Salam əziz müəllimlər, mən Səbinə Yusubova. Bu gün sizlərə oduncağın əl alətləri ilə burğulanması mövzusunun izahını verəcəm. Burğulama nədir? İlk olaraq ona nəzər salaq. Burğulanma burğu vasitəsilə bütöv materialda silindrik deşiyin açılması prosesidir. Bu zaman burğu yuxarıdan aşağıya doğru hərəkət edir, fırlanaraq yonqarı çıxarır. Deşiklər iki və yaxud da ki, bir tərəfi açıq olur. İki tərəfi açıq deşiklər detal boy deşilir. Bir tərəfi açıq deşiklər isə hər hansı, yəni müəyyən bir dərinlikdə deşilir. Adətən deşiklərin ən kəsikləri dairəvi formada olur. Amma müxtəlif formada da ola bilər ən kəsikləri. Məsələn, dairəvdən əlavə oval, kvadrat, düzbucaqlı, altıbucaqlı formada deşmək olar. Daha sonra burğu ilə dairəvi deşiklər asan və dəqiq burğulanmaq mümkündür. Demək, burğuların növlərinə baxaq. Spiralvari burğu, mərkəzvari burğu, şnekvari burğu, qaşıqvari burğu. Daha sonra burğunun işlək hissəsində iki əsas kəsən və iki spiralvari kəsən til vardır. Daha sonra əl drelindən bəhs eləyək. Əl dreli dayaqdan, fırlatma dəstəyindən, burğuda bərkidilmiş patrondan ibarətdir. Mexaniki əl dreli isə dayaqdan, fırlatma dəstəyindən, tutma dəstəyindən, patrondan və burğudan ibarətdir. Demək, daha sonra dedik ki, əl drelinin hissələri ilə mexaniki əl drelinin hissələrinin fərqi nə oldu? Demək, əl dreli 4 hissədən ibarət oldu. Bir də təkrar edirik. Dayaq, fırlatma dəstəyi, burğuda bərkidilmiş patron, yəni patrondan sadəcə. Mexaniki əl dreli isə dayaq, fırlatma dəstəyi, tutma dəstəyi, daha sonra patron və burğudan ibarətdir. Demək, burada nə oldu? Tutma dəstəyi əlavə oldu. Daha sonra bir də ki, mexaniki əl drelində dişli çarx ötürməsindən istifadə edilir. Bunu da qeyd etmək lazımdır. Daha sonra demək, iki tərəf açıq deşiklərin burğulanması zamanı burğulamanın sonunda burğunu deşikdən çıxardıqda oduncağın sınıb qopmaması üçün dayağa təzyiqi azaltmaq lazımdır. Pəstəyin altına adətən taxta qoyulur və vintli sıxac ilə o verstaka bərkidir. Belə olduqda deşiklər hamarlanır və verstakın qapağı zədələnmir. Nə deməkdir? Yəni belə deyim. Pəstəyin altına biz taxta parçası qoyuruq ki, sıxdığımız zaman nə olsun? Həmin o pəstahımız zədələnməsin. Sonra deşmə prosesini, belə deyək, burğulama daha doğrusu prosesini həyata keçiririk. Demək, bu zaman nə olur? Deşiyimiz hamar olur, verstakın qapağı da zədələnmir. Daha sonra təhlükəsizlik iş qaydalarına nəzər salaq. Pəstahı və taxta atlığı verstakda etibarlı bərkitmək lazımdır. Burğunun patronunda etibarlı bərkidildiyinə əmin olmaq lazımdır. Əl və ya mexaniki əl drelini möhkəm və düz tutmaq, dəstəyi isə sərbəst fırlatmaq lazımdır. Əl və ya mexaniki əl drellərinin burğusunu verstakın üzərinə özünüzdən qabağa yönəltməklə qoymaq lazımdır. Son olaraq müəllimlər, onu da qeyd edim ki, noyabr və digər qruplarımıza qoşulmaq üçün 050 658 74 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu qədər müəllimlər, hər birinizi uğurlar.